vermədim. Tamamlamaq üçün məclisi tamamlamaq üçün. Xalq artisti bizim gözəl opera müğənnimiz İlham xanım Həsənoğlu. İnanın, mən gözləmirdim əvvəla. Onu bilirsiniz ki, Canəli ilə biz neçə illərdir bir yerdə işləmişik. Çox əsərlərdə tərəf müqabil olmuşsunuz, gözəl qururlar. Mən danışa bilərəm Canəli haqqında elə bir hadisəni ki, onu heç kəs eləməyib hələ. İnanın, teatr yananda 3 il teatr yandı. Bizim müğənnilərimiz qaldı işsiz. Mən evdə dərs təyin elədim, xahiş elədim Canəlidən, gəldi o qədər gənc müğənnilərimizi öyrətdi, hazırladı, kömək elədi. Bunu heç kəs məcbur eləyə bilməzdi, onun özünün insani cəhətidir bu. Ona görə mən Canəli, sənə minnətdaram elə xasiyyətlərinə görə. Muğamlarımızın şahısan, ona söz yoxdur. O barədə çox deyiblər, mən təkrar eləmək istəmirəm. İndi mən sizə nə deyə bilərəm? Mən artıq yaşım da ötübdür, necə deyirlər, görkəmim də ötməsə də bir balaca deyirlər üzümə. Ev yoxdur, ancaq onu mən deyə bilərəm ki, səs barədə çalan olsaydı, bəlkə də bir ağız deyərdim. Amma Canəli müəllim, bağışla mənim musiqisiz də desəm, deyəcəyəm. Ay dağlar səndə gözüm var, ay məndə dərdə dözüm var. Xəbər ver Canəli gəlsin, ay ona mənim sözüm var. Gel bizə, gəl, qurbanım o qaş gözə gəl. Çaltar sən oxuyun bir el vaxtısı, əks etsin mizrabına, tellər səçimi, xalqımın qocaman bir bülbülüyəm, eşitsin obalar, eller səçimi. Əvvəla bir Hacı Canəli kimi sənin özünün bu kitabda iştirak etdiyin hamısı buradadır. Ona görə mən sənə təşəkkür edirəm, yaxşı çıxış eləmişsən. Bax, mən bunu sizə təbrik yazmışam burada. Bizim sənətimiz, mənim Canəli müəllimə bir sözüm var, əsasən bizim sənətimiz gözəl sənətdir. Təbiyyət bəxş edən fitri nemətdir. Səsini qorusun oxuyan gərək. Kim ona qəsd etsə, o cinayətdir. Canəli o qoruyub saxlayanlardandır. Ona mən yenə də uzun ömür, can sağlığı arzulayıram və təbrik edirəm. Sonra baxır cavanlara, deyir, səni çox axtarıram, de, harda qaldın, cavanlı. İndi Canəli, ha axtarsan da... Bəli, heç nə lazımdır. Onu da təbrik edirəm. Sağ ol.